Qiyamətə kimi ölüm. Bədii filmi. Dinimiz İslam dinidir. Kitabımız Kur'an-ı Kerim. Özümüz əsl müsəlmanıq. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Qiyamətə kimi ölüm. Bədii filmini hazırlayanlar. Senarisi və quruluşçu rejissoru Əli Heydər Beyləqanidir. Ədəbi redaktor Hacı Qurban Bayraməlioğlu. Bədii redaktor Kəblə-i Elman Əhmədoğlu. Texniki redaktor Şahin Gülaməddinoğlu Qədirli. Məsul redaktor Vaqif Səmidoğlu. Subhanallahi velhamdülillahi ve la ilahe illallah vallahu ekber. Subhanallahi velhamdülillahi ve la ilahe illallah vallahu ekber. Allahu ekber. Allahu ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. أشهد أن محمد رسول الله. أشهد أن أمير المؤمنين علي ولي الله. أشهد أن أمير المؤمنين عليا حجة الله. حي على الصلاة. حي على الصلاة. حي على الفلاح. حي على الفلاح. حي على خير العمل. حي على خير العمل. الله أكبر. الله أكبر. لا إله إلا الله. Allah 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 Allah, çileğimi günaha yazma. Allah 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 Allah, çileğimi günaha yazma. Nedir bu feleğin davası menden? Nedir bu feleğin davası menden? Onu belə gördüm alım kəsənlər. Onu belə gördüm alım kəsənlər. Səfası özgəynə, səfası mənlər. Səfası özgəynə, səfası mənlər. Amanım, imanım, pənahım Allah. Təkcə sənə gəlir gümanım Allah. Amanım, imanım, pənahım Allah. Təkcə sənə gəlir gümanım Allah. Bu zalimlər necə dolanım Allah Allah. Bu zalimlər necə dolanım Allah Allah. Rəhm eylə
düşsün hatası məndən, rəhm eylə gel düşsün hatası məndən. Her an soruşuram özümden, her an soruşuram özümden. Neylemişem beni salıptır gözden, neylemişem beni salıptır gözden. Sence geldim ben bu kadar dözümden, sence geldim ben bu kadar dözümden. Düzelmiş zalimin arası benle, düzelmiş zalimin arası benle. Amanım imanım pənahım Allah, təkcə sənə gəlir gümanım Allah. Amanım imanım pənahım Allah, təkcə sənə gəlir gümanım Allah. Bu zalimle necə dolanım Allah, bu zalimle necə dolanım Allah. Rəhm eylə gel düşsün hatası məndən, rəhm eylə gel düşsün hatası məndən. Rəhm eylə gel düşsün hatası məndən, rəhm eylə gel düşsün hatası məndən. Ya Rəbbim, kafir kimi, xain, murdar, iblis, əzazil Allahlıq iddiasına düşüb, fironluq edən insanları məhv elə. Belə insanların yaşamasından yaşamaması yaxşıdır. Son vaxtlar bu kafir dəlisoy harınlamış, qudurğan eybəcər şəkillərə düşərək mənəm-mənəmlik eləyir. Ya Rəbbim, eşit mənim bu xeyirxah dualarımı. Ay mənim incə belli, nərmənazi köməkçim Turac xanım. Bizim o möcüzəli, şeytanəməl olan şeytan xanımı mənim yanıma gətirin. Baş üstə kafir bəy, mən sizin tapşırıqlarınızı canla, başla yerinə yetirəcəm.
Bəs deyirlər insanlar 20 yaşında cavan, 30 yaşında gözəl, 40 yaşında ağıllı, 50 yaşında var dövlətli olan vaxtlardır. Əgər belədirsə, nə üçün mənim 2 övladımın anası olan Mələk xanım ağıllı deyil? Əgər bizim uşaqların anası ağıllı olsaydı, oğlum Qasım ağanı evləndirib, qızım Gülsüm xanımı ərə verib, onları oğul qız sahibi edərdim. Mən də nəvəli nəticəli olardım. Amma nə edim? Bu cür var dövlətli, malikanəli, sərvətli, bağlı baxçalı həyatım, gözəl oğlum, qızım, nə faydası? Arvadım Mələk xanım məni eşitmir, evladlarımı saymır, bu qədər var dövlət ona bəs etmir. Əksinə, daha varlı olmaq istəyir. Dədə, niyə bu qədər özünü yorursan? Özünə əziyyət verirsən? Günlərlə otaqdan çıxmırsan. Sənin öz-özünə danışdığı bacım Gülsümlə birlikdə eşitdik. Sənin var dövləti, insanlığını demirik hələ. Sənin boy buxunuva, qamətinə, gözəlliyinə, üzvün nuruna, gecələr gündüz kimi olur. Bütün dünya, el-oba sizin gözəlliyinizlə fəxr edir. Hər yerdə üzümüzün nuruna and içirlər. Fikir eləmə, dədə. Fikir eləmə. Dədə, mən də bu müsibətlərə dözə bilmirəm. Biz sizin kimi dədə ilə fəxr edirik. Mən də sizin otaqda öz-özünüzə danışdığınızı eşitdim. Neyniyim axı? Siz təmiz, saf, nurani adamsınız. Anam Mələk xanım isə deyilənlərə baxmır, öz bildiklərini eləyir. Pərverdigara, yalvarıram sənin varlığıva. Bizləri bu çətin, qəliz, mərdimazar, harınlamış kafir kimi insanlardan qoru. Kafir bəy, Şeytan xanım qəbul otağında sizi gözləyir. Turac xanım, deyin gəlsin. Baş üstə. Ay xoş gəlmisən, ay zamanənin, dünənin, bugünün görücüsü və bilicisi Şeytan xanım. Eşidirəm ay elimin obamın sayılıb seçilən, var dövlətli, malikanəli kafir bəyi. Necəsən? Şeytan xanım, mənim sizə bir işim düşüb. Əgər etimadım doğrulda bir söz, onda sizə 2 kilo qızıl verəcəm. Bax, Şeytan xanım, Turac sizi başa salacaq. İndi gedə bilərsiniz. Ay Allah, kafir bəyə ağıl ver, düz yola qayıtsın.
Sənə and verirəm birliyivə. Qoy düz yola qayıtsın. Şeytan xanım, Kafir bəy Həsən ağanın arvadı Mələk xanımı sevir. Onunla ailə qurmaq istəyir. Bu işi həll eləsəz, Kafir bəy sizə qızıl verəcək. Siz nə danışırsınız Turaç xanım? Ağız, Mələk xanımın əri, iki uşağı var. Özü də Həsən ağa kimi gözəl göyçək kişisi var. Dünyanın ən gözəl kişilərindən biridir. Yox ağız, mən qorxuram, mənlik deyil. Yox. Ay elimin obamın ağbilçək xanım Həvva xanım, gözlərin aydın olsun. Mənə agah olub ki, 55 illik həsrətdən sonra Adəm ağa gəlib öz muradına çatacaq. Sizinlə qovuşacaq. İnanın mənə, Rəbbimiz köməyimiz olsun. Çox sağ ol Həsən ağa. Allah səni sevindirsin. Sevindirdin məni ay bala. Nə bilim vallah. Bu günlərə də min şükür. 15 yaşında könlümü Adəm ağaya verdim. Onda Adəmin 25 yaşı var idi. Ya Rəbbim, yəni 55 illik həsrətə son qoyulacaq. 70 yaşlı Həvva, 80 yaşlı Adəm ağaya qovuşacaq. Mən inanıram. İnanıram buna. Özün bil. Əgər bu işi həll eləsəydin, küllü miqdarda var dövlət əldə eləyə bilərdin. Vallah. Az mən şeytana məl olsam da, Allah var ya göydə. Allahdan qorxuram. Axı mən də adamam. Əgər bu işi öz üstüvə götürmürsənsə, onda başqasına deyərəm. Mən səndən yaxın olduğuma görə səni məsləhət gördüm. Yaxşı da olsan, pis də olsan, bütün bəşəriyyət səni tanıyır. Xain, murdar, iblis. Düz deyirsən, Turaç xanım. Yaxşı da, mən razı. Elə bugündən işə başlayacağam. Yaxşı da, day, mən getdim. Hələlik. Hələlik ay şeytan xanım. Sənə yaxşı yol. Turaç, xanım, çox sağ ol. Mənim arzum için olan kimi, sənə də küllü miqdarda var dövlət verəcəm. Arxayın ol.
Çox sağ ol, ay elimin imkanlı oğlu, Kafir bəy. Kafir bəy. Ay mənim ağıllı, kamallı balalarım, məndə bir günah yoxdur. Günahların hamısı ananız Mələk xanımdadır. Ananız nə ipə yatır, nə sapa. Elə hey şeytan xanımla pıs-hapısla danışır, görüşür. Bəzən də yoxa çıxıb, sonradan peyda olur. Balalarım, mənə heç bir şahid lazım deyil. Bilirsiniz ki, mənə Allah Taala tərəfindən hər şey bəllidir. Ulu Tanrı mənə deyir ki, səbirli, dözümlü ol. Murdar qan tökmə, onun cəzasını özüm verəcəm. Ay gözəl göysək balalarım, məndə yaman şübhə var. Deyəsən ananızın qanı nəysə qarışıqdır, bəlkə elə şeytandır. Ananız nə işlər tutur, nə edir, nə danışır, hamısını gecələr mənim üzümün nuruna şığlanmış otaqda yuxulu-yuxulu danışır mənə balalarım. Ay Mələk xanım, neçə gündür sizlə danışıqlar aparıram. Siz elə mənə öz fikrinizi bildirməmsiniz. O boyda kişi məndən cavab gözləyir axı. Şeytan xanım, çox çətin məsələdir mənim atmaq istədiyim həyatı addım. Ərim Həsən ağa məmləkətimizin ən gözəl kişilərindən biridir. 2 övladım, elim, obam, dost, tanış. Nə bilim, vallahi, hələ fikirləşirəm. Ay şeytan xanım, vallahi düz deyirsən. Amma nə edim? Eldən, obadan qorxuram, abır həya edirəm. Dədə, düz deyirsən. Həmişə ağacın düz, gözəl yerini kəsib, ondan istifadə edib, illərlə yadda qalan möcüzəli xatirələr yaşadırıq. Ağacın əyri, pis yerlərini kəsib, bir anda isinmək üçün istifadə edib, onunla tez bir vaxtda vidalaşırıq. Bu isə yadda qalmır. Ona görə qalmır ki, pis ağacdır. Dədə, fikir eləmə. Onsuz da hər şey sənə bəllidir. Bizim dədəmiz də, anamız da sənsən. Sən həm bizə, həm də bütün dünyaya nur saçan insansan. Qızım, mənə hər şey bəllidir. Niyə bu cür anan kimi nankör, qanı südü qarışıq, şeytan əməl insanlar var? Belə insanlar nə üçün imkan vermirlər ki, insanlar Allah Taala bəxş etmiş olduğu ömrü rahat, dinc yaşayıb dünyalarını dəyişib axirət gününə qovuşsunlar. Dədə, Ulu Tanrı dinindən, cinsindən, irqindən, milliyyətindən asılı olmayaraq, yaratmış olduğu hər bir bəndəsinin üzünə 6 yerdən qapı açıb. Baş, ayaq, sol, sağ, kürək, sinə. Vallah dədə, dilim də gəlmir deməyə. Anam Mələk xanımın üzünə açılmış 6 qapının 5-i üzünə bağlanıb. Bircə açıq qapısı qalıb. O da ayaq qapısı. Anamı uçuruma aparır. Uçuruma. Dədə, bilirsən ki, Nuh Peyğəmbər bütün insanları bir yeri toplayıb bəyan edir ki, yer üzünü su alacaq. Ona görə də insanlara deyir ki, ərzaq, paltar götürüb, gəmilərə minib bu fəlakətdən canlarınızı qurtarın. Bütün insanlar inanıb, hazırlıq görüb gəmiyə minirlər. Nuhun oğlanları isə atalarına inanmırlar. Onlar gəmiyə minmirlər. Yerin üzünü su basır. Nuhun oğlanları atalarından imdad istəyirlər ki, onları da sudan azad edib gəmiyə mindirsin. Amma Nuh Peyğəmbər
İnsan üçün ən gözəl nemətlərdən biri olan övladlarını gəmiyə mindirmir. Nuhun oğlanları suda boğulub ölürlər. Bizim anamız da bizləri eşitməyib, şeytan əməl olduğuna görə məhv olmalıdır, məhv olmalıdır. Balalarım, mən ilahi qüvvə yanında kiməm axı? O gözə görünməz Rəbbim mənə deyir, səbirli ol, dözümlü ol, az qalıb bu çətin günlərin sonuna. Ay incə belli Turac xanım, işlər nə yerdədir? Bu şeytan xanım neyniyir, nə deyir? Hörmətli Kafir bəy, Şeytan xanım deyir, işlər düzəlmək üzrədir. Turac xanım, işləri sürətləndir. Mən tezliklə arzuma çatmalıyam. Ay Mələk xanım, bu qədər özü üzməyə bəsdir sən Allah. Sən həyatda ən gözəl xanımlardan birisən Yaz. O sənə daha var dövlətli kişi lazımdır. O sənə kişi deyirəm. Sən can mənə bax bir dənə. Az gör sənə nə göndərib Kafir bəy. Özünün hər gün içdiyi qızıl güllü suyundan. Sən mənə can bir dənə bundan bir qurtum iç. Sən mənim can, sən mənim can. Ay sağ ol, bircə qurtum iç. Az sonra dünyaya açıq gözlə bax da. Az işte bundan, sən can, sən mənim can, iç, iç, iç. Bəh, 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 bəh. Çox sağ ol. Təşəkkür edirəm. Dədə, bütün dünya sizin gözəlliyinizlə, üzünüzün nuru ilə, Allah adamı olmağınızla fəxr edir. Sizdən imdad diləyib məsləhət alırlar. Dilimdə gəlmir deməyə. Anam isə hansı işlərlə məşğuldur. Mən elə o bacısında xəcalət çəkirəm. Dədə, bizlər də hər şeyi bilir, başa düşürük. Özümüz sənə demirdik. Qardaşım Qasım ağa da mən də neçə dəfələrlə yuxuda anamın şeytan əməl hərəkətləri barədə deyiblər. Mən də elə oba içində xəcalət çəkirəm. Balalarım, sizləri çox yordum. Gedib dincəlin. Ananız onsuz da şeytan xanımla pıs-hapısdadır. Fikir etməyin, mən sizin həm atanız, həm ananızam. Gəlin kəlmə-i şəhadətimizi oxuyaq. Gecəniz xeyrə qalsın. Əşhədü ən la iləhə illəllah, əşhədü ənnə Muhammeden Resulullah, əşhədü ənnə əmirəl müminə əliyyən vəliyyullah. La iləhə illəllah, Muhammeden Resulullah, əmirəl müminə əliyyən vəliyyullah. Ay elin, bütün dünyanın şan şöhrətli adamı Kafir bəy. İşlər yavaş-yavaş düzəlir. Heç olmasa mənə dediyiniz o qızıl pulun bir hissəsini verin də. Turac xanım, mənim xəzinəmdən şeytan xanıma demiş olduğumuz qızıl pulun yarısını get, ver ona. Baş üstə Kafir bəy. Gedək qızıl pulun yarısını verim sənə. Zəhərin olsun. El də oba da özünə gülsün. Mənim kimi xanıma daha çox şan şöhrət yaraşır. Mən yeni həyata qədəm qoymalıyam. Qədəm qoymalıyam. Onsuz da oğlum da, qızım da məndən beziblər. Mən qəti qərara gəlirəm. Bugündən mənim nə ərim var, nə də oğlum, qızım.
Buyur, qəbul elə. Sənə deyilmiş qızıl pulun yarısı. Amma işi tezləşdir. Kafir bəy Mələk xanımın həyati məsələsini. Mən Turaç xanım. Mələk xanımla Kafir bəyin həyati məsələsini tez həll eləyəcəm. Siz heç narahat olmayın. Ya Rəbbim, bu nə bəladır ki, mənim başıma gəlir? Başa düşürəm, övladlarım da el içində vicdan əzabı çəkirlər. Mən başa düşürəm, Ulu Tanrı hər işə özü nəzarət edir. Özü düzü düz, əyrini əyri bilib, son qərarını verər inşallah. Pərverdigara, mən gözlərimə inanmıram. Yəni 55 illik ayrılıqdan sonra mən Həvva ilə görüşüb, xoşbəxt olub, öz arzumuza çatacağıq. İlahi, bu günlərə min şükür. Ya Rəbbim, məni arzularıma çatdırdığıma görə sənə çox şükür. Həvva, ay Həvva xanım. Qadan alım ay şeytan xanım. Vallahi yuxum da gəlmir yatam sevincimdən. İstəyirəm ki, quş olub göylərə uçam. Kaş sən deyənlər düz olaydı. Kafir bəy məni tez aparaydı. Mən Kafir bəy kimi imkanlı, qollu budaqlı, ordulu, vəzifəli bir bəyin arvadı oluram. Şeytan xanım, yalvarıram sənə, mənim muradıma tez çatdır. Ağız, Kafir bəyin bir neçə arvadları, kənizləri olmasına baxmayaraq, deyir, ancaq bircə mələyi sevirəm. Deyir ki, məmləkətimin bircə gözəl xanımı var, o da mələkdir. Ağız, deyir ki, mələk mənim olmalı deyə, bircə mənim, bütün var dövlətimi mələyə verəcəyəm. Qadasın alım o kafiri. Dünyanın bir neçə hissəsinə rəhbərlik edən, heç kəsə möhtac olmayan, neçə arvadları, kənizləri, övladları, nəvələri olan bir adam mənim kimi gözələ aşiq olub. Məndən ötürü ölür. Eybi yoxdur. Mən də gedərəm kafirə. Ondan bir uşaq doğub ömrümün sonuna kimi xoşbəxt yaşayıb ömür gün sürərəm. Şeytan xanım, tez elə. Tez elə məni kafirə çatdır. Ağız nə olub az, özü vəl al. Darıxma. Bir neçə günə sənin əlivi kafirin əlinə verəcəm. Ay mələk, sənin Həsən ağa kimi dünyada bütün kişilərdən ən gözəl ərin var. Ərin Həsən ağanın üzünün nuruna gecə gündüz olur. Övladlarındakı gözəl göyçək. Kafir bəy isə eybəcər, çirkin, qəddar arvadlar da çox. Sənə hərdən bir baxa ya baxmaya. Şeytan xanım, könül sevən göyçək olar. Mən kafiri sevirəm. Həm də şaha bənzər bəyin arvadı. Həm də daha çox var dövlət, şan, şöhrət, atsan lazımdır mənə. Dinmək istədim, dinə bilmədim, dinə bilmədim, nədim, bilmədim. Ay Mələk xanım, yaxşı da icazə ver mən gedim. Kafir bəy məni gözləyir. Ona bu şad xəbərləri deyim, həm də toyunuzun gününü təyin eləyək. Axı sən şaha bənzər bəyə, Kafir bəyə ərə gedirsən. Kafir bəy bütün arvadlarına toy eləyib. Sən dul olsan da,
Sənin kimi gözələ toy lazımdır. Toy. Yaxşı, hələlik getdim. Ya Rəbbim, səni tanımayanlara, sənə inanmayanlara lənət olsun. Min lənət. Axır ki, mənim 55 illik həsrətimə son qoydun. Məni Adəmimə qovuşdurdun. Arzularıma çatdım. Daha ölsəm, heç bir dərdi qəmim olmaz. Adəm, Adəm, ay Adəm. Sevdiyim gündən başım bəlalar çəkirdi. Sənin məni sevdiyini bilən gündən. Nə edim? Vətənim, anam imdad eləyirdi. Qarabağım haray salıb məni haraylayırdı. Görüşünə gələ bilmədim. İndi gəlmişəm. Yoxa çıxmışdı uca qayalı dağlarım. Çaylı, meşəli, qara, ağ qızıllı, çəmənli yaylaqlarım, şırşır bulaqlı, xəzərli göy gölüm, maral batabatım. Bunların halına ağlayan anaları görəndə gələ bilmədim. İndi gəlmişəm. Tez-tez göndərdiyin yunlu keçələri, pallı, paltarlı, isti sarıqları, corabları, dərisi yumşaq, bəzəyi papaqları geyindim. Dərisi yumşaq, bəzəkli papaqları geyindim. Yeməli turşuları, quru ətləri, duzları, yağlı qurutları, bərəkətli quru çörəkləri yedim, gələ bilmədim. İndi gəlmişəm. Dağları aşıb, meşələr keçib, dərəli, təpəli yollarla gedib, çayları, gölləri üzüb, qarlı, boranlı, şaxtalı ömür gün sürüb, düşmənləri məhv etdim. Azərbaycanımın naminə həyatımı qurban edirdim. Sevgilim, gələ bilmədim. İndi gəlmişəm. Sevinə bilərsən. Yer üzündən silindi, qəddar, cəllad, irinli düşmənlərimiz. Azad oldu Urmiyam, İrəvanım, Dərbəndim, Borçalım, Azərbaycanım, Təbrizim, Laçınım, Karsı iqdırımda toydur, bayramdır. Ona görə gələ bilmədim. İndi gəlmişəm. 15 yaşımda könlümü sənə verdim. 55 ildir qadın yox, kişi olmuşam. Arxa cəbhədə yetimə, yesirə, vətənimə, elimə, obama arxa dayaq olmuşam. Saçımı ağardıb, belimi büküb, dizimi əymişəm. Demə gələ bilmədim. Başa düşürdüm. Əsil kişisən. Gələ bilmədin. İndi gəlmisən. Adəm ağanın da bükülüb beli, tökülüb dişləri, ağarıbdı başı. Ürəyi saf, vətənli, məhəbbətli eşqimi, sözü bütöv, dizi polad gəlmişəm. Sevdiyim gözəli 80 yaşımda, ömür gün yoldaşı etməyə gəlmişəm. Bağışda gələ bilmədim, indi gəlmişəm. Yaxşı yol şeytan xanım. Səni həsrətlə gözləyirəm. Mənə tez cavab gətir. Dözə bilmirəm. Dinmək istədim, dinə bilmədim, dinə bilmədim. Nə edim, ah, bilmədim. Mələk, imkan ver uşaqlarımız yatsın. Gecə yarıdan keçib bu qədər də insafsızlıq etmək olmaz. Həsən ağa, mən nə səni tanıyıram, nə də uşaqlarını. Mənim ərim yoxdur. Mənim uşaqlarım da yoxdur. Sizlər mənim üçün ölmüsüz. Mən subay qızam. Özü də gecə düşməyib. Görmürsən, hər tərəf işıqlıdır. İnanmırsan, özün bax. Bir tamaşa elə. Mələk, gecə yarıdan keçib
Sən özün bilirsən ki, buranı və bura yaxın yerləri mənim üzümün nuru işıqlandırır. Özünü ələ al. Mələk eldən obadan ayıbdır. Uşaqlarımız var. Bir adımızı iki eləməyək. Düz yolda deyilsən, əyri yoldasan. Hələ gec deyil, düz yola qayıt. Düz yola qayıt. Hələ təmizsən, murdarlanmamısan. Mələk xanım, düz yola qayıt, düz yola qayıt. Mənim ərim uşaqlarım yoxdur. Mən subayam, subay. Başa düşürsən, subay. Mən bir neçə gün bundan əvvəl sizinlə olan kəbinimizi öz razılığımla geri oxutdurmuşam. Daha mən sənin deyiləm. Mən başqa bir bəyin arvadı olmağa hazırlaşıram. Başa düşürsən? Dədə, sən qanıva qaraltma. Gəl istirahəti belə. Sənin mələk kimi arvadın, mənim də mələk kimi anam yoxdur. Dədə, özünü ələ al. Bizim mələk adında anamız yoxdur. Bizim dədəmiz də, anamız da Həsən ağadır. Gəl gedib istirahətimizi eləyək. Öz işlərimizlə məşğul olaq. زوجتك نفسي على الصداق المعلوم. قبلت التزويج. زوجتك موكلة آدم موكلة حواء على الصداق المعلوم. قبلت التزويج لموكل آدم على الصداق المعلوم. Kafir bəy, sizin bütün tapşırıqlarınızı yerinə yetirdim. Mələk xanım ərə getməyə hazırdır. Mələk xanımı elə bir hala salmışam ki, sənsiz yaşaya bilmirək, yaşaya bilmir. Şeytan xanım, çox sağ ol. Siz örgənin görün, Mələk xanım Həsən ağadan rəsmi ayrılıb, yoxsa elə belə? Kafir bəy, Mələk xanım əri Həsən ağadan rəsmi ayrılıb. Uşaqlarından da imtina eləyib. Allah! Şeytan xanım, təcili get, Mələk xanımın boy-buxununu, qamətini örgən, sonra gəlib mənə məlumat ver. Baş üstə Kafir bəy, baş üstə. Ay baba, xoş gördük səni. Xoş gəlmisiniz bizim bu məmləkətə. Baba, sənə and verirəm ulu tanrımızın adına. Əsl dədə baba yolu ilə bir musiqi ifa elə, bizlərin də qulağı əsl musiqi eşitsin. Ay mənim ağıllı, kamallı nəvəm. Muğam ifa eləməyinə eləyərəm. Axı ay bala, mən kiməm ki? Dahi sənətkarlarımız olmuş, Mirzə Məhəmməd Həsən Fələkzadənin, Cabbar Qaryağdı oğlunun, Xan Şunskinin, Hacı Baba Bakılının, Sabir Bayxanlının yolunu gedəm. Onlar kimi muğam ifa eləyəm. Baba, mən demirəm o dahi sənətkarlarımız kimi oxu. Heç olmasa öz sənətinin, qabiliyyətinin yaradıcılığı ilə bir muğam ifa elə, qulaq asaq. Ay nəvə, indi o qədər oxuyanlarımız, yazanlarımız var ki, bizlərin muğam ifa eləməsi çox çətindir, çətindir. Baba, sən Allah, bir muğam ifa elə. Mən də cəmiyyətimizin qədir bilən musiqi düyümlü insanları da əsl muğama qulaq assınlar. Eylə bir aləmdəyəm, dinarə dəyməz mərifət. Eylə bir aləmdəyəm, dinarə dəyməz mərifət. Elmi irfan əhlinə zindan
kesilmiş memlekete. Bir zaman Türk'üm kovulmuş sahneden erbab hal. Bir zaman Türk'üm kovulmuş sahneden erbab hal. Feyz alan yok şehrimizden, her taraf bir geyil gayle. Möhteremler Möhteremler düştü kıymetten deniler möhterem. İtirazından mı yazsın kanlı hakanın kalem ayman aman ayman ay. Möhteremler düştü kıymetten deniler möhterem aman. İtirazından mı yazsın kanlı hakanın kalem. Gül değil yerlerde kandır, bir bağdır çemen. Gül değil yerlerde kandır, bir bağdır çemen. Oğlu ölmüş bir kadın zülfünden okşar Yasemen. Bülbülün feryadı eşkinden değildir naledir. Kavune dönmüş sinelerdir, çölde sammalaledir. Min felaket var önünde, her mukaddes niyetin gülmemiş ruhsarı bir an maderi hürriyeti. Aman ayda yağdı bir daday. Təbrik eləyirəm Kəfir bəy. Siz tezliklə arzunuza çatırsınız. Az, mələk. Ayıl, dur görüm az. Görmürsən günü gün orta çağıdır. Qadanalım şeytan xanım. Az nə oldu? Kəfir bəy nə dedi hə? Tez ol mənə bir xəbər de hə?
Toy açandır. Ürəyim partlayır. Dözə bilmirəm. Tez ol mənə bir xəbər de. Ağız. Kafir bəy mənə dedi ki, Mələk xanımın boy buxununu, qamətini öyrən, gedək ona qızıl zinət əşyaları, pal-paltar alaq. Sonra toy gününü təyin eləyək. Şeytan xanım, mən Kafir bəyə ərə getməyə razıyam. Axı mən el adəti ilə həyat yoldaşımdan ayrılıb övladlarımdan imtina etmişəm. Mən müsəlmanam, mən anayam. Övladlarımın gözü qabağında, vağzalı sədaları altında necə gəlin köçə bilərəm? Əgər mən, necə deyərlər, başqa evdən gəlin köçsəm necə olar, hə? Mələk xanım, qohum evindən gəlin köçərsən də. Tün el-oba, qohum tanışlar məndən imtina ediblər. İmtina ediblər, başa düşürsən, Şeytan xanım, imtina ediblər. Mələk xanım, narahat olma. Kafir bəyə deyərəm, bütün işləri qaydasına qoyar.
kimdi bu gözden bakan? Ya dilde bu güya nedir? Aman 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 aman. Bedelde aman 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 aman. Ay mənim ağıllı balalarım, fikir eləməyin. Hər işin bir sonu var. Allah Taala mələk kimi xain qadınların, murdar, imansız, dinsiz, kafir kimi insanların cəzasını tezliklə verər inşallah. Dədə, mən hər şeyi anlayıb başa düşürəm. Ulu Tanrının yaxınları olan peyğəmbərlərimiz, imamlarımız kimi təmiz, saf bir adamsınız. Sizin kimi insanlara xəyanət etmək olmaz. El oba sizinlə fəxr edir. Dilim də gəlmir deməyə. Anam Mələk xanım isə sizə, bizə xəyanət edir. Xəyanət edir. Dədə, Ulu Tanrımız tərəfindən sizlərə agah olan hadisələr mənə də agah olub. Balalarım, səbirli, təmkinli olun. Mən sizə deməsəm də sizlərə hər şey agahdır. Mələk xanımın, kafir bəy kimi insanların sonu yoxdur, yoxdur, səbirli olun.
Kafir bəy, Mələk xanım hər işə hazırdır. Onun boy-buxununu, qamətini yoxladım. Bilirsən, deyir ki, mən övladlarımın gözü qarşısında keçmiş ərimin evindən başqa kişiyə necə gəlin gedə bilərəm? Şeytan xanım, Mələk xanımı yaxın adamlarının evindən gəlin gətirərsiniz. Mələk xanımla bütün yaxınları, tanışları imtina eləyiblər. Mələk xanımın yaşaması hər an üçün qorxulu, təhlükəlidir. Turac xanım, Şeytan xanımı götür, ged ginən Mələk xanım gilə. Mələk xanımı da öz yaşadığın evə aparırsan. Mələk xanım sizdən mənim evimə gəlin gedəcək. Baş üstə Kafir bəy. Baş üstə. Ay mənim əziz balalarım, dözümlü olun. Bilirəm bizi tanıyanlar bizdən tələb edirlər ki, icazə verin Mələk xanımın cəzasını verək. Mən isə deyirəm, dözümlü, səbirli olun. Mələk xanımın cəzasını Ulu Tanrı özü verəcək. Mələk xanım, mən sizin dediklərinizi Kafir bəyə dedim. Kafir bəy dedi ki, Mələk xanımı Turac xanımgilə gətirin. Hə, Mələk xanım Turac xanımgildən mənim evimə gəlin köçər. Hə, Mələk xanım, Şeytan xanım düz deyir. Kafir bəy məni göndərdi. Sizi öz evimə aparacağam. Mənim evimdən gəlin köçəcəksiniz. Baş üstə Turac xanım. Onda yalvarıram sizə. Gecə gedərik sizə, yaxşı? Yaxşı, onda hazırlaş, gecə hamımız gedərik də. İlahi, gecə yarıdan keçib, görəsən Mələk xanım Şeytan xanım gillə hara gedirlər? Dədə, yalvarıram sənə. İstirahətinizi pozmayın. Dədə, qardaşım düz deyir. Özünü üzmə. İstirahətini elə. Kafir bəy, sizin Şeytan xanımla mənə verdiyiniz tapşırıqları yerinə yetirdik. Mələk xanım mənim evimdədir. Ay can, çox sağ ol. İndi Şeytan xanımla gedin, Mələk xanıma qızıl zinət, pal-paltar, gəlinlik ləvazimat alın. Sonra Şeytan xanımla aparıb qızıl zinəti, pal-paltarı, gəlinlik ləvazimatları Mələk xanıma verib, çal-çağırla, musiqi ilə gəlin gətirin mənim evimə. Elə bugün. Turac xanım. Baş üstə Kafir bəy. Baş üstə. Ay Allah, nədir mənim günahlarım? Mən nə etdiyimi özüm də bilmirəm. Ürəyim az qalır ki, yerindən çıxa. Bu qədər də eşq, məhəbbət olar. Yaşımın bu vaxtında özümü idarə edə bilmirəm. Ne günə düşmüşəm. Ay Allah, dünyada heç nə gözümə görünmür. Bircə Kafir bəydən başqa. Ay elimin obamın qədri bilən insanları, çox sağ olun. Mən sizdən çox razıyam. Mənim halıma yanırsınız. Mənim qaydıma qalırsınız. Mən məmləkətimdən olan bütün təmiz, saf, əsl müsəlman, qanı təmiz insanlardan razıyam. Sizlərdən bir xahişim var. Ulu Tanrı həmişə səbirli, təmkinli, dözümlü olmağı məsləhət bilib. Bizlər də, sizlər də Ulu Tanrının məsləhətinə qulaq asmalıyıq. Mələk xanımın, mələk kimi qadınların, şeytan əməl insanların, kafir,
dinsiz, imansız, qəddar insanların cəzasını Allah özü verəcək. Həmən günə az qalıb, lap az qalıb. Bu sənin üzüklərin, bu qolbaqların, bu bilərziklərin, boyun bağların, brilliantların. Ağız nə qədər şey alıb ağız sənə bu. Olsun nə qədər şey üzükdə az buna bax. Hə, bu da sənin pal-paltarların. Nə qəşəngdir. Hazırlaş Bugün sənin toyun deyə toyun qədrini bil. Kafir bəy həsrətlə səni gözləyir. Necədir? Yaraşır mənə? Ay canı yanmış. Az sən öləsən az. Az cavan qızlardan seçilmir səni. Adamı səni lap yeməyi gəlir. Kişi olsaydım, sən elə özüm alardım. Tez elə Mələk xanım. Girin qoluma. Gedək. Görmürsən. Həyətdə bayaqdan musiqiçilər səni gözləyir. Darararararay, tarara, tarara. Darararararay, rayrara, tararay. Darararararay, rayrara, tarara. Diririm. Getdi ya qız. İlahi, bu nə bəladır? Mən gözlərimə inanmıram. Yəni mən şaha bənzər bəy arvadı oldum. Bu qədər var dövlət mənimdir. Mən xoşbəxtəm, xoşbəxt. Birazdan kafir bəy gəlib mənim mətləbimə çatdırıb arzularımı çin edəcək. Xoşbəxtəm mən, xoşbəxt. Şaha bənzər bəyin şah arvadıyam. Ya Rəbbimiz, bu günlərə min şükür. İlahi, min şükür. 55 il həsrətdən sonra bir-birimizə qovuşduq. Ya Rəbbim, qovuşduq. İlahi, sənə çox şükür. İlahi, min şükür. Balalarım, Qasım ağa, Gülsüm xanım, yaxın gəlin. Ulu Tanrıdan mənə səda gəlib. Mən dünyamı dəyişirəm. Dözümlü, təmkinli olun. Ağlamayın. Mənim qəbrimi bərbəzəklə, şan-şöhrətlə bəzəməyin. Mənim qəbrim ən sadə qəbir olmalıdır. Balalarım, törəmələrinizə deyəsiniz, qiyamət günü bütün ölülər diriləcək, onda sorğu-sual olunub, qıl körpü deyilən körpüdən keçəcəklər. Dirilmiş bütün ölülərdən, körpüdən keçənlər yaşayıb yaradacaqlar. Onda dil bilməz körpə uşaq, əfi ilanla, qoyun quzu, vəhşi yırtıcı heyvanlarla yoldaşlıq edəcəklər. İnanın balalarım, onda həyat firavan olacaq. Qıl körpüdən keçə bilməyən insanlar isə qır qazanında yanıb, külə dönüb, cəhənnəmə vasil olacaqlar. Dədə! 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 Bizi niyə tək tənha qoyursunuz? Balalarım, mən sizləri tək tənha qoymuram. Bizlər qiyamət günü görüşəcəyik. İndi isə icazə verin kəlmə-i şəhadətimi deyim. Müvəqqəti sizdən ayrılım.
Mələk xanım, xahiş edirəm. Çıraqlarınızı, şamlarınızı öz əlinlə yandır. Xoşbəxt olaq da. Mən buradayam. Mən nə etmişəm? Hanı mənim Həsən ağam? Oğlum Qasım ağa? Qızım Gülsüm xanım. Ərimi verin mənə. Övladlarımı verin mənə. Mələk xanım, sən nə danışırsan? Sən Həsən ağadan ayrılmısan. Övladlarınızdan da imtina etmisən. Sən mənim arvadımsan, mənimsən. Yox. Kafir bəy. Mən övladlarımın başını aşağı sala bilmərəm. Ərim Həsən ağanın namusuna ləkə gətirə bilmərəm. Məni iblis sifət, cinli şeytan, əməl şeytan xanım alladıb. Hiylə ilə sizə gətirib. Mən ölərəm. İmkan vermərəm ki, namusum ləkələnə. Mələk, el içində məni rüsva eləmə ha, səni məhv eləyərəm. Siz məni məhv edə bilməzsiniz. Siz ölümə layiqsiniz. Siz ölməlisiniz. 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 Eşidin, bilin və agah olun. Nahaq qanlar tökməyin. Ulu Tanrı özü verər. Murdar, xain, kafir, iblis, şeytan əməl, murdar insanların cəzasın. Dayanın. Kafir bəyi, şeytan xanımı dərələrə atın. Mələk xanımı atın quyruğuna bağlayın. Mələk xanım qiyamətə kimi atın quyruğunda sürünsün. Mələk xanımın səhv addımları qiyamətə kimi ölüm adı ilə qalsın. Allah 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 Cileyimi günaha yazma Allah 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 Cileyimi günaha yazma Nedir bu feleğin davası mənlə Nedir bu feleğin davası mənlə Onu belə gördüm alım kəsənlə Onu belə gördüm alım kəsənlə Səfası özgəynə, səfası mənlə Səfası özgəynə, səfası mənlə Amanım, imanım, pənahım Allah Təkcə sənə gəlir gümanım Allah Amanım, imanım, pənahım Allah Təkcə sənə gəlir gümanım Allah Bu zalimlər necə dolanım Allah Allah Bu zalimlər necə dolanım Allah Allah Rəhm eylə gəndürsün xatası mənlə Rəhm eylə gəndürsün xatası mənlə Hər an
Her an, her an, her an, her an soruşuram özümden. Neylemişem beni salıptır gözden. Neylemişem beni salıptır gözden. Tenge geldim ben bu kadar dözümden. Tenge geldim ben bu kadar dözümden. Düzelmiş zalimin arası benle. Düzelmiş zalimin arası benle. Amanım imanım pənahım Allah. Təkcə sənə gəlir gümanım Allah. Amanım imanım pənahım Allah. Təkcə sənə gəlir gümanım Allah. Bu zalimlə necə dolanım Allah Allah. Bu zalimlə necə dolanım Allah Allah. Rəhm eylə gəndürsün xatası məndən. 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 Thank you.